Gəl indi birazca da uşaq ədəbiyyatından Hə, başlayaq. uşaq. Uşaq ədəbiyyatı ümumiyyətlə bu məsələlərin daha zərif və daha biraz təhlükəli halqasıdır. Çünki uşaq ədəbiyyatı bizim bayaqdan saydıqlarımız qədər kifayət qədər iddialı və başlıqlar ataraq başlayacağımız bir mətn yeri, yazma yeri deyil. Çünki həm uşaqların bu cür mətnləri qavrama məsələsini nəzərə almalıyıq. Uşağı biz öyrədirik də. Bəli. Uşağı Uşaq biz ədəbiyyatı böyüdürük. kifayət qədər faydalı olmalıdır, öyrədici olmalıdır, məlumat bol olmalıdır. Məlumatın bolluğu uşağı əyləndirəcək şəkildə olmalıdır. Çaşdırmamalıdır. Çaşdırmamalıdır. Məsələn, belə bir uşaq ədəbiyyatından girişi başlaya bilərik. Əsər tezliklə işığınızı görəcək, ona görə də əsərin adını deməyəcəm, elə birbaşa giriş oxuyuram. Bu əhvalat adi yay səhərlərinin birində Şarpey cinsli dənizin sahilində başladı. Artıq aşağıda Şarpey sözünün izahı var. Uşaq Şarpey sözünün mənasını. Dərisində dəniz dalğalarını xatırladaraq qırışları olan qədim it cinsi. Yəqin ki, o itləri görmürsünüz, qırış-qırış olur. Uşaq artıq bunun adını öyrənir. Günəş hələ dumandan hazırlanan səhər kiselli içməyə macal tapmamış bir balina dənizdən sahilə çıxdı. Balina dənizdən sahilə çıxır. Aha. Onun qız balina olduğuna heç şübhə yox idi. Balinanın başında bəsir kanotye şlyapası var idi. Daha doğrusu qurudulmuş dəniz kələmindən hörülmüş kanotye şlyapası. Üzgəcində balıq pulcuqları ilə bəzədilmiş çanta yerlənirdi. Çanta balina ölçüsünə uyğun idi. Yəni balaca deyildi. Üstündəki balıq pulcuqları çıxmaqda olan günəşin şüaları altında parıldayıb qızıl sikkələr kimi bəhirdi. Bu kifayət qədər illüstrasiyası ilə birlikdə balaca oxucular üçün bir çizgi filmi canlandırdı. Və uşaq ədəbiyyatı mütləq şəkildə uşaq üçün bir görüntü illüstrasiyası ilə birlikdə bir görüntü yaratmalıdır. Ona görə də bəzi yazıçılar dünya arenasında özləri o illüstrasiyaları çəkirlər. Öz qəhrəmanları yaradırlar. Özləri yaradırlar bunu. Bu yazıçının biraz da üstünlüyüdür da ki, nə fikirləşmişəmsə onu da öz gözümdən göstərir. Öz gözü ilə göstərir və yaradır. Və uşaq ədəbiyyatının illüstrasiyalı olması uşaq ədəbiyyatı üçün çox həddən artıq maraqlı və gözəl və cəlbedici olur. Məsələn, biz yeniyetmə ədəbiyyatına illüstrasiya verə bilmərik. Əgər içəridə hər hansı bir illüstrasiya olarsa, o sadəcə olaraq ağ-qara və digər bir şəkildə ya da surreal bir şeylər olmalıdır ki, yeniyetmələr bu tip məsələdə yaş məsələsində biraz həssasdırlar ki, biz şəkilli kitablarla biz uşağa kimi məsələyə yanaşırlar. Və bu baxımdan biz ilk növbədə nəzərə almalıyıq. Uşaq ədəbiyyatını çıxmaq şərti ilə digər ədəbiyyat nümunələrində, digər mətnlərdə əsər kifayət qədər gərginlik yaratmalıdır, əsər vəd verməlidir. Vəd verməlidir, leşiyənlərdə kimi ətrafda qorxu baş alıb gedir. Bu, oxucuya nə vəd elədi? Oxucuya maraqlı bir mətnə giriş olacağını vəd elədi. Və yaxud da ki, gərginlik yaratmalıdır. Bu, detektiv əsərlərə daha çox xasdır. Psixoloji romanlarda da gərginlik yaradacaq girişlərlə başlamaq olar və yenə də dediyim kimi yazıcı əsəri yazmazdan öncə mütləq şəkildə özü üçün bunu araşdırmalıdır. Bu hadisənin harasından başlasam, bu kifayət qədər cəlbedici ola bilər. Digər bir köməkçi vasitə filmlərdir. Bol film izləmək lazımdır. Bol film bizə hadisənin ən yağlı yerlərini göstərə bilər. Əsər hardan başlayır, necə başlayır? Məsələn, bir neçə gün öncə çox qəribə bir film izlədik. Yüksək IQ, zəkaya sahib olan bir uşağın həyatından gedən bir film izlədik. Film hardan başladı? Film oradan başladı ki, uşaq, balaca bir körpə uşaqdır, oturub dimçədə nimçəni qaldırır qoyur və anası qəribə bir söz deyir. Anası deyir ki, yox, sən balacasın, sənə kofe olmaz. Sonra nimçəni qaldırır, görür ki, nimçənin arxasında həmin söz koffein yazılıb. Və biz 2 yaşında bir uşağın koffeini necə oxuması filmi sona qədər izləməyimizə səbəb olur. Və bütün filmi elə o koffeindən dedirir. Biz nəyə baxacaq? Bəli.
Biz onun aqibəti ilə maraqlandıq. Və digər bir mühüm məsələ isə aqibət duyğusudur. Oxucuda aqibət duyğusunu yarada bilsək, oxucu əsəri sona kimi oxuyacaq. Bəs yaxşı, biz əsərin kulminasiya nöqtəsinin çatdığına necə qərar verməliyik? Və ya hekayəmizi yazmağa başlayırıq, bəri başdan bilməliyik ki, biz 300 səhifəlik hekayə yazırıq, bunun tən ortasında bir kulminasiya verək. Bunu qabaqcadan bunu da planlamalıyıq ki, harda mən qalxacam, harda düşəcəm, yoxsa bu hissə plandan kənar irəliləyir? Plandan kənar irəliləyirsə, bu yenə də spontan olacaq və mətn avtomatik olaraq yenə yazıçının əlindən balıq kimi sürüşüb çıxacaq. Bunun üçün mən birinci növbədə dediyim kimi hadisənin yağlı yerindən başlayıramsa, məsələn, halqa texnikasından istifadə edə bilərəm. Halqa texnikası nədir? Halqa texnikası odur ki, əsərin sonunu əsərin əvvəlində yazıram. Və bununla bu texnika ilə yazılmış əsərlər kifayət qədərdir. Və əsərin əvvəlində, məsəl üçün Sherlock Holmes'da və yaxud da ki, digər yerlərdə, digər əsərlərdə biz buna rast gəlmişik. Cəsəd ortadadır, cinayət buradadır, amma biz cinayəti axtarıb dönüb o halqaya qayıdacağıq və o dairəyə qayıdacağıq. Bu dairə şəklində işləyir və dairə şəklində işləyən zaman sadəcə olaraq sondan başlayaraq əvvələ doğru bir mərhələli yol keçəcəm. Və o mərhələli yolda mən əsərin ən kulminasiya nöqtəsi, ən pik nöqtəsini o əsər boyunca özüm yaradarkən ona rast gələcəm. Amma bir plan şəklində, bir plan əsasında. Digər bir məsələ isə ümumiyyətlə əsəri ilə kulminasiya ilə başlamaq. Bəs bu bizə enən qrafik verməz, əsəri kulminasiyada başlamaq? Enən qrafika verirsə, mütləq şəkildə orada mən aqibət duyğusunu yaratmalıyam. Ki, oxucu bu qəhrəmanın başına nəyin gələcəyini müəyyənləşdirə bilsin. Məsələn, Camus'un Mersosu. Oxucu orada sadə, monoton bir əsər oxuduğunun fərqindədir və bu Mersonun ki, əsəri cəm bircə dəfə adı çəkilir və hərçənd oxucu bu qəhrəmanın adı nədir xatırlamaz. Çünki bircə dəfə adı çəkilir. Bu da bəlkə də yazıçının bir gedişi olub. Və yaxud da ki, Oblomovda və yaxud da ki, Raskolnikovda, Cinayət və Cəzada. Biz orada cinayət də baş verdi. Raskolnikov da məlumdur. Amma Raskolnikovun sona qədər oxucunu o əsərdə sürükləyib aparması Raskolnikovun aqibəti oldu. Bəli, enən şəkildə də yaza bilərsin. Amma burada aqibət hissinin mərhələ qəhrəmanın daxili məqsədi ilə birləşməsini və qovuşmasını yaza bilsək, onda oxucu əsəri sona kimi oxuyacaq. Çünki oxucu əvvəldə heç vaxt fərqinə varmaz ki, biz əslində qəhrəmanın daxili məqsədinə doğru gedir. Çıxış. Əsərin çıxışından necə sonlandıraq ki, biz bu əsəri oxucu, ay Allah, mən nə oxudum, vaxtımı nəyə sərf elədim deməsin. Əsərin sonunu planlamaq, bayaqlarım dedim ki, yazıcı finalı görməlidir. Yazıcı finalı görmək üçün digər bir texnikada, foreshadowing texnikasından bəhs etməyə bilməyəcəm. Bu texnika nə deməkdir? Bu texnikanı yazıçılar əsərin əvvəlində tətbiq edərək əslində əsərin finalını yazmış olurlar. Yəni əsərin əvvəlini bayaq dediyim kimi birinci cümlədə yazmaqdan əlavə əsərin ümumiyyətlə kulminasiya və razvyaska və digər texnikaları üçün biz əsərin əvvəlində o toxumları səpə-səpə getməliyik. Foreshadowing texnikası nə demək? Foreshadowing texnikasını biz müxtəlif yerlərdə görə bilərik. Bir filmdən misal çəkim. Yəni ki, 6-cı hiss filminə baxmısan, Bruce Willis'in çəkildiyi 6-cı hiss filmi var. 6-cı hiss filmində orada oğlanın hərəkətlərindən artıq izləyici bilir ki, bunun nə isə bir fizioloji problemi var. Amma onu orada göstərmir, demir və yaxud da onun hərəkətlərindən biz təxmin edə bilirik. Bəzən də o izləyici onun fərqinə varmır. Və yaxud da yenə də həmin filmdə şəxsin ruh olduğunu biz fərqinə varmırıq. Yalnız onun filmin sonunda fərqinə varır ki, bu adam fiziki əşyalara təmas eləmir daxı. Ümumiyyətlə təmassızlıq. Təmassızlıq var idi burada. Bunu biz orada təxmin etməliyik. Burada bu toxumları səpə-səpə gedir və əsərin sonunda qəfildən bu adamın ruh olduğu meydana çıxanda oxucu deyir ki, mən bu qədər geri ayrılıydım.
Gələ ayıq olun. Və bu Bəs- ayıq Aha. olmamağın zövqünü yaşayır orada. Hə, o başqa aləm ki, ayda gör nə imiş. Bəli. Bəs yaxşı bu foreshadowinglər açıq formada verilsə, məsələn uşaq ədəbiyyatında tutam ki, bunu açıq vermək olar. Anası gətirdi bir əşyanı qoydu, dedi ki, buna toxunma ha. Bəli, bəli. Bu özü də bir Bəli, foreshadowing. məsələn, ana evdən çıxanda ki, qapını kilitlə Mhm. və yaxud da ki, qaza tərəf getmə, pəncərədən ehtiyatlı ol. Bu kimi foreshadowinglər vermək mümkündür. Yəni bunlar çox gözəl gedişlərdir. Bu bizi finala yaxınlaşdırır. Finalda nə edəcəyimizi müəyyənləşdirir və biz o məqsədə doğru gedərkən, o hədəfə doğru gedərkən oxucu orada həmin düzgün neyronları ilə orada yanılmanı yaşayır və bunu o zövqü orada yazıçıya təşəkkürünü bildirir. Yaxşı, onda biraz belə həm ziyarət, həm ticarət, biraz özümə yönəldəcəm vəziyyətdə. Mən yazdığım balaca hekayəcidə görürəm ki, hardan başlayıramsa orada bir kədər var. Yazdığım hekayəni uşağa oxuyanda uşaq kədərlənir. Bu yaxşı şeydir yoxsa yox? Uşaq şeydir, kitab hekayəsidir belə deyim. Uşaq kədərlənir, amma o kədəri mən verməsəm, sondakı xoşbəxtliyin bir dəyəri olmayacağını düşünərək kədərlə gəlir hekayə. Bu uşaqlarda psixoloji bir ağrı yaradar, yaratmaz belə kədərlə başlayıb xoşbəxtliyə çıxan hekayə. O mənə maraqlıdır ki, hekayəmdə kədərin olmağı düzgündür yoxsa yox? Uşaq ədəbiyyatında kədərin müəyyən qədər bir həddi var. Həddi var. Məsələn, əgər uşaq ədəbiyyatında kədəri biz mümkün qədər daha açıq rənglərlə veririksə, uşağı həyatla tanış eləyiriksə ki, biz ümumiyyətlə uşaqları izolyasiya edə bilmərik. Xüsusilə indiki uşaqlar sosial şəbəkə uşaqların yaşını kifayət qədər böyüdüb, onların ölümdən xəbəri var. Məsəl üçün, əvvəllər Sovet psixoloqların kitablarını oxuyan zaman biz görürdük ki, ölüm yaşı üçün 9 göstərilir. Ki, uşaq 9 yaşından sonra ölümü bilir. Ölümün fərqinə varır, ölüm dərki başlayır. Amma indi həmin yaş həddən artıq düşüb. Düşüb və uşaqlar ölüm, kədər, itki, bir çox məsələlərdən xəbərdardırlar və bu baxımdan da hər bir məsələni asanlıqla başa düşür və bilirlər. Bunun üçün sizə yalnız bir tövsiyəm ola bilər. Mümkün qədər uşaq cizgi filmlərini, xüsusilə böyük sinemaları izləmək. Bu sizə həmin kədərin üsulunu öyrədər. Məsəl üçün, rejissor burada vəziyyətdə necə çıxa bildi? Mən ümumiyyətlə yazıçılıq texnikalarını, yazıçılıq təlimlərinə qədər filmlərdən öyrənmişəm. Filmlər mənim üçün çox material verdilər, çox görüntü verdilər və mən gördüm ki, rejissorlar o studiyaya heç vaxt artıq nəsə gətirmirlər. Onun pulunu ödəyəcəksə ki, mən yazıçılar onun pulunu ödəmirəm, o mənim ideyamdır. Amma onun pulunu ödəyib gətirirsə, o detal orada varsa, o detalın mütləq bir dönüşü olacaq. Masanın üzərinə qoyulan silah. Bəli. Çexovun o silah məsələsi hər yerdə aktualdır və rejissor da boşuna pul xərcləməz. Və bu baxımdan xüsusi gözəl cizgi filmləri var ki, onlar həddən artıq tərbiyəvidirlər, gözəldilər, gözəl mesajlar ötürürlər. Biz orada o kədərin işlənmə texnikasını götürə bilərik. Çünki mən burada bu qısa veriliş ərzində bunun hamısını sizə çatdıra bilməyəcəm. Amma o sinematik cizgi filmləri çox geniş şəkildə bizə izah edir ki, burada bu kədərin bu yönü var, bu yönü var. Amma ümumiyyətlə belə bir məsələ var. Əsərdə azca da olsa kədər olmasa, azca da olsa konflikt olmasa, azca da olsa macəra olmasa, uşaqlar da onu oxumurlar. Bunu da nəzərə almaq lazımdır. Və konfliktin rəngini dəyişmək, problemlərin rəngini dəyişmək, problemləri uşaqlar üçün qəbul olunar səviyyəyə gətirir. Məsələn, indi biz hazırda müasir dünyada ən çox əziyyət çəkdiyimiz insanlar məsələlərdən biri insanların problemlərin dilini tapa bilməməsidir. Niyə dilini tapa bilmirlər? Çünki uşaq vaxtı onlara enişdə ki, çoxlu nağıl oxunmayıb. Onlara çoxlu hekayələr oxunmayıb ki, onlar alternativlər yaratsınlar. Məsəl üçün, yazıçılıq, kognitiv psixoloji yazıçılıq təlimlərində əsas götürülən prinsiplərdən biri odur ki, biz kitabları əslində şuurüstü olaraq zövq üçün oxuyuruq. Şuuraltı olaraq informasiya, beyin informasiyanı depolayır. Çünki informasiyanı depolayan zaman bütün ehtimallara qarşı bir variantının, bir çıxış yolunun olmasına özünü inandırır. Yəni, neyrofizioloji olaraq bunun izahatı budur. Deməli, belə bir nəticəyə gəlirik ki, yazıçı yazmağa başlamamışdan əvvəl birinci bol oxumalıdır,
izləməlidir, araşdırmalıdır ki, əsərinə hardan girişin versin, necə kulminasiyasına çatsın və necə sonluğuna gətirib çıxarsın. Bütün peşələr kimi yazıçılıq da kifayət qədər ciddi bir sahədir. Onu hobbi olaraq kənarda saxlamamız bizə baha başa gələ bilər. Və onu hobbilikdən çıxartmanın ən ümdə yollarından biri təhsildir. Təhsil isə illa da gedib hansısa bir kursda və yaxud da hansısa bir universitet məsələsi deyil. Təhsil bizim həmin sahəyə qoyduğumuz bilik sərmayəsidir. O bilik sərmayəsi bizə dönür. Məsələn, xüsusilə tarixi romanlar yazırıqsa və yaxud da detektiv əsərlər yazırıqsa, bir detektiv əsər yazırıqsa, biz mütləq şəkildə silahlardan xəbərimiz olmalıdır. Polis sisteminin necə işləməyindən xəbərimiz olmalıdır. Sonra, əgər mən ailə məişət zəminində yazıramsa, mütləq şəkildə ailə məişət zəminindəki psixoloji partlayışları bilməliyəm, məkanları bilməliyəm, zamanı bilməliyəm. Və bütün bunlar yazıcıya kifayət qədər böyük resurs verir ki, bu bol resurslu yazıcı oxucu tərəfindən hər zaman dəyərləndirilir. Çox təşəkkür edirəm. Gələn videoda görüşərik.